Bu nədir kəsib doğramısan? Kırsadır, onun bildiği kırsadır o heç. Bu da böyük kırsadır ha. Bu da böyük kırsadır. 哎呦，这个苍蝇啊，哎呦巨啊！ Morning marketdir bura, səhər şeydə, səhər marketi belə deyək. Burada meyvə, tərəvəz falan beşməkan satırlar. Belə deyim də o göyərti həmişə sübh tezdən gəlib alınmalıdır söhbəti var ha. Burada da o söhbətdir. Yəni tezdən gəlib burada şeyləri alırlar. Səhər tezdən qıfıl kimin nəyinə lazımdır ay bibi? Sən niyə? Səhər tezdən qıfıl satmazlar. Bunlar satırlar ha. Səhər tezdən mallardır. Bu göyərti falan beşməkan. Gördün mü o məsəl üçün kırısa satırdı bibi. Gördün? O məsəl üçün o kırısa səhər tezdən satırlar. Nəyə görə? Çünki axşama qalanda bilinir ki, axşamdan bibi o kırısanı tutubdu. Təmizləyib eləyibdi falan beşməkan. Gecə təliyə düşüb də şişdin. Gecədən təliyə düşən kırısadır, təzədir. Onu təmizləyib eləyib gətirib düşür, cəmaət təmiz məhsul alsın, təzə məhsul alsın. Sən tezdən durmusan məsəl üçün at satır. Bu at kimin nəyinə lazımdır axı? Bu tezdən gəlmədə işə də. Sən niyə tezdən işə gəlirsən axı? Tezdən kimin nəyinə lazımdır axı məsəl üçün də? Yəni qarı şey, nədir onun adı? Şpilka. Kimin nəyinə lazımdır? Tezdən şey, bura saat hələ qardaş, bax saata bax. Saat hələ 6:30-dur. Yəni bura saat 6-da açılır. Bax sizinki bax meyvə tərəvəz. Okey, əla. Özüdür. Siz hardasa, ayso, siz hardasa hə, başa düşmək olar. Amma yəni sən 6-da durub gəlib qıfıl sata, 6-da neynirəm mən o qıfılı? Başa düşdün? İşə biraz ciddiyyət lazımdır. 6-da mən bu şeyi neyniyəcəm? Özvə yazığım 6-da gəlibdi burada şey satır. Nə o tapçıqa satır. Yəni 6-da da tapçıqa satmarsan da. Bu onu hesabləşirəm mən. İşə ciddiyyət bu odur. Sonra deyirlər ki, mənim şeydir ona da. Mən yorular. Yorularsan da qardaş 6-da tapçıqa satmağa gələndə yorularsan. 6-da tapçıqa alan adam nəysə.